Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz çoxluqlardır. Görək çoxluqlar nədir? Çoxluqlar bizdə hər hansı bir obyektlərdən təşkil olunmuş, hər hansı bir obyektlərin toplusuna riyaziyyatda çoxluq deyilir. Məsəl üçün, bir nümunə görsədək, deyək ki, hər hansı bir ölkələr çoxluğu. Hər hansı bir ölkələr çoxluğu deyəndə biz burada Azərbaycan, Türkiyə, Gürcüstan, yəni və s. bu çoxluqları nəzərə ala bilərik. Və yaxud da ki, deyirəm, hər hansı bir maşın çoxluğu. Tutaq ki, maşın olanda yazıram BMW, sedan, Jeep, nə bilim, Hyundai və yaxud da ki, gedir də bu. Bunlar bizdə hər hansı bir çoxluqlarımızdır. Deməli, çoxluqlar onu təşkil edən elementlərə görə adlanır. Bu nə deməkdir? Baxın, tutaq ki, biz deyirik ki, BMW, sedan, Hyundai, nə bilim, Mercedes və s. Bunu deyən kimi bizim ilk ağlımıza gələn nədir? Maşın çoxluğu. Yəni nəyinsə bir toplusu. Bu nəyinsə dediyimiz nədir? Maşınlara aiddirsə, deməli biz bu çoxluğu adlandırarkən deyəcəyik ki, maşın çoxluğu. Maşına aiddir də. İndi məsələn, ölkəyə bir şəhərlər toplusu kimi baxa bilərik. Məktəbimizə məsələn bir siniflər toplusu kimi baxa bilərik. Bu toplu bizə görə bir çoxluq olur. Hər hansı bir ailədə 5 nəfər yaşayır. Biz buna bir A çoxluğu deyib, ailədəki ailə üzvləri çoxluğu, ata, ana, uşaq, baba, nənə. Bu olacaq bizdə hər hansı bir ailə çoxluğu. Çoxluğu biz adlandırarkən Latın əlifbasının böyük hərfləri ilə, A ilə, B ilə, C ilə, D ilə və s. Z-ə qədər adlandıra bilərik. Çoxluq bizdə, A çoxluğu, çoxluğun işarəsi bu formadadır. Deyəm, bunu yaxşı yazmadım. Belə. Bu bizdə çoxluq işarəsidir. Deyək ki, çoxluğa daxildir. Hər hansı yazıram, məsəl üçün, 10-a qədər tək rəqəmlər çoxluğu. 1, 3, 5, 7, 9. Bu oldu bizdə çoxluq. Çoxluğun daxilindəki bu simvollara biz deyirik çoxluğun elementi. Çoxluğun elementi. Neçə elementlidir burada? 5 elementli. Deməli, bu çoxluğumuz bizdə 5 elementdən ibarət. Məsəl üçün, burada nümunələr yazmışıq. Yenə də çoxluğu Latın əlifbasının böyük hərflərinə işarə edirik. Çoxluğun elementləri bu mötərizənin köməyi ilə yazılır. Elementlərin yerini dəyişdikdə çoxluq dəyişmir. Məsələn, burada rəqəmlər çoxluğu yazmışıq. Natural ədədlər çoxluğu özü cüt natural ədədlər çoxluğu yazmışıq. 0 rəqəmi R çoxluğuna daxildir. Deməli, bu bizdə elementlər oldu, düzdürmü? Deyək ki, bir elementi A çoxluğuna daxildir. Daxil o deməkdir ki, çoxluğun içərisində var. Onda biz bunu bu formada işarə edirik. Daxildir. Əgər yox, burada görürsünüz, məsələn, 10 yoxdur, düzdürmü? Deməli, 10 elementi A çoxluğuna daxil deyil. Daxil deyilsə üstündən xətt çəkirik. Sonra 0 elementi bu kimi yazılır. 0 elementi buna daxildir. Oxunur və yaxud da ki, daxil deyil. Tutaq ki, baxın, bu rəqəmlər çoxluğu, düzdürmü? Rəqəmlər çoxluğu, bu da bizdə natural ədədlər çoxluğu. Sadəcə burada bu 0-ı natural ədədlərə daxil edə bilmərik biz. Deməli, bu 0 olmayacaq. 6, 7, 8, bunlar 1, 15. Bu da daxil deyil. Bu heç. Bu bizə başqa şeydir. Natural ədədlər deyil. Bu rəqəmdir. Düzdürmü? 15 də daxil deyil. Yəni bunun kənarındadır. Ona görəymiş. O 0-ın ona aidiyyatı yox imiş. Sonra elementləri olmayan çoxluq bizdə boş çoxluqdur. Elementi olmayan çoxluq bizdə boş çoxluq adlanır. Tutaq ki, nəyə diqqət edirik? Deyək ki, məsəl üçün, hər hansı bir 10-dan kiçik
2 rəqəmli ədəd. Axı ondan kiçik 2 rəqəmli ədədlərimiz bizdə nədir? 1, 2, 3, 4, 5-dir. Burada 2 rəqəmli ədəd yoxdur. Ona görə bu çoxluq olur bizdə boş çoxluq. Elementi yoxdur. Sonra çoxluqların elementlərinin sayına biz onun gücü deyirik. Məsəl üçün nümunə yazaq. Deyirəm ki, çoxluqlarda necə olacaq? Məsələn, elementin gücü necə olacaq? Tutaq ki, deyirəm, nə deyim? Deyək ki, hər hansı bir A çoxluğu. A çoxluğumuz 1, 2, 3, 4, 5-dir. Düzdürmü? Burada 5 dənə element var. Bu 5 element var. Biz bunu yazırıq bu formada. N-A. N say deməkdir. Sayımız bizdə 5 dənədir. Bu 5 dənə onun gücünü göstərir. Məsələn, burada da nümunə yazmışam. 6 dənə. 6 burada bunun nəyini göstərir? Gücünü göstərir. N-A da onun elementlərinin sayıdır. Sonra elementlərinin sayına görə uşaqlar çoxluğumuz 2 yerə bölünür. Biri var sonlu çoxluq, biri var sonsuz çoxluq. Yəni məsələn deyirəm A çoxluğu 1, 2, 3, 4, 5-dir. Düzdür? Bu sonludur. Saymaq mümkündür. Bir də deyirəm ki B çoxluğu. Natural ədədlər çoxluğu 1, 2, 3, 4, 5, 6, 7. Görsən sonsuza doğru gedir. Məsəl üçün tam ədədlər çoxluğu bu da bizdə mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər gedir. Yəni bunu da sonsuz saydadır. Bilmirik nə qədərdir. Elementi sonlu olanlar olur sonlu çoxluq. Elementi sonsuz, yəni sayılmayan olacaq sonsuz. Sonsuz çoxluq. Sonra bunlar belə. Məsələn, burada da nümunələr yazmışam. Elementinin sayı eynidirsə, bu bizdə olacaq eyni güclü. Məsəl üçün, deyək ki, burada vermişəm. A, C, V. Burada 3 dənə element var. 1, 2, 3. Burada da 3 dənə element var. Deməli, bunlar adlanacaq bizdə nə? Eyni güclü. Bir-birindən yalnız elementlərinin düzülüşünə görə fərqlənən çoxluqlar bərabər çoxluqlardır. Nümunə yazırıq. Məsələn, ABC-dir. Bir də CBA. Görürsən, burada C ilə bunun yerincə dəyişdirmişəm. A-nı da sona atmışam. Yəni, burada A, B-yə bərabərdir. Eyni güclüdən fərqi ondadır ki, eyni güclüdə, məsəl üçün, A, deyək ki, 7, 8, 9-dur. Məsəl üçün, bir də yazmışam B çoxluğu, Gəncə, Mingəçevir, bir də Gədəbəy. Görürsünüz, 3 dənə element var, burada 3 dənə element var. Nə olsun ki, bu şəhər adlar çoxluğudur, bu da rəqəmlər çoxluğu. Fərqi yoxdur burada. Bunun fərqi yoxdur. Deməli, burada elementlərin sayı eynidir. Eynidirsə, bu eyni güclüdür. Amma yox, elementi tam bir-birinə bərabərdirsə, sadəcə düzlük fərqi varsa, bu bizdə olacaq bərabər çoxluq. Məsəl üçün, deyək ki, burada nə idi? Bunları silim qoy. Deməli, burada nə idi? Bizdə A 7, 8, 9, düzdürmü? Bu çoxluğun bərabəri belə olacaq. 8, 7, 9 çoxluğu. Olacaq məsəl üçün 8, 9, 7 çoxluğu. Sonra 7, 9, 8 çoxluğu. Bunun özü də özünə bərabər sayılır. Məsəl üçün 7, 8, 9 çoxluğu. Sonra bir də yazıram 9, 8, 7, 9, 7, 8. Gördünüz neçə dənə? 1, 2, 3, 4, 5, 6 dənə bərabər çoxluğumuz var. Uşaqlar, bunun tapılmasının asan üsulu var. Asan üsul nədir? Burada 3 dənə element var, düzdür? 3-dən kiçik bütün ədədləri bir-birinə vurursan. 1 vur, 2 vur, 3. 6 dənə. Gördünüz? Bu sayını tapmaq istəsəz əgər, bu düsturdan istifadə edə bilərsiniz. İndi bu m faktorial deməkdir. M faktorial o deməkdir ki, yəni elementin sayı n dənədirsə, buna bərabər çoxluq m faktorialdır. M faktorialın da qısa bir yazılışını izah edeyim. Məsəl üçün 5 faktorial, m burada natural ədəddir də. Məsələn 0 da ola bilər, n ədəddir. Tutaq ki, deyirəm ki, 5 faktorial bizdə 1 vur, 2 vur, 3 vur, 4 vur, 5-dir.
Bu bizdə oldu 5 faktorial. Başa düşdünüz? Bunlar heç. Məsələn, burada 2 dənə elementi varsa 1, 2, 2, 1 olur. Yəni 2 faktorial. 2 faktorialda 2 vur 1 demək. Sonra bizdə uşaqlar nəyə diqqət eləyək? Çoxluğumuzdan gəlin bir də üzərindən keçək görək çoxluq nə idi? Obyektlər toplusuna çoxluq deyilirdi. Çoxluq onun elementinə görə adlanırdı. Sonra element nə idi bizdə? Onu təşkil edən simvollar, belə deyək, onun elementi adlanırdı. Sonra çoxluqlar Latin əlifbasının böyük hərfləri ilə işarə olunur. Sonra canım sizə desin, çoxluqlarımızda bu simvol daxildir. Bu simvol daxil deyil simvoludur. Boş çoxluqdur. Heç bir elementi yoxdur. Sonra eyni güclü çoxluqlardır. Çoxluğun bu da sayı idi. NA olanda NA. Bu sayını göstərir. Çoxluqlar iki formada olur. Sonlu, sonsuz. Sayına görə də, elementin sayına görə sonlu, sonsuz olur. Sonra bərabər çoxluqlarımız var idi. Eyni güclü çoxluqlar. Bunları da izah etdim. Sonra gəlin uşaqlar, görək çoxluğun alt çoxluğu nədir? Çoxluğun alt çoxluğu deyəndə nəyi nəzərdə tutur da? Baxın, gəlin yazım hər hansı bir A çoxluğu. A çoxluğumuz 1, 5, 7, 9, 11. Bu çoxluğun daxilində olan hər hansı bir elementlərdən götürüb yeni bir çoxluq yaradıram. Məsələn, 1, 5. Tutaq ki, 1, 7, 9. Misal üçün deyirəm də. Bunlar bizdə, bax görürsüz, bu çoxluqdan yaranmış bir çoxluqdur da. Yəni, tərifi belə veririk. Deyirik ki, əgər hər hansı bir A və B çoxluğu var, deyirik ki, A çoxluğunun B çoxluğunun hər biri A çoxluğuna da daxildirsə, onda B-A'nın alt çoxluğudur. Burada nə yazmışıq? A çoxluğu var, hər bir elementi var və həm də ki, B çoxluğuna daxildirsə, onda bu A çoxluğu B-nin alt çoxluğudur. Burada elə bil hərflərin yerini səhv dəyişik yazılıblar. 0, 2, 5'dir. Burada da görürsünüz 0, 2, 5 var. Deməli, A-da olan hər bir element B-də də var. Deməli, bu çoxluğumuz bizdə A çoxluğu olacaq, B-nin alt çoxluğu. Bunlar belə, A çoxluğumuz olacaq, B-nin alt çoxluğu. A, B-yə bərabərdir. Yadınızda saxlayın. Alt çoxluqların indi əlavə şərtləri var. Bu şərtlər nədir? Məsəl üçün, yazaq, deyək ki, qoy bir dənə də təzə səhifə açım. Deyək ki, yazıram A çoxluğumuz 1, 3, 5. Kiçik sayda götürək. Məsələn, burada yazıram. Buna alt çoxluğu ola biləcək çoxluqlar. 1 çoxluğu olar. Sonra 1, 3 ola bilər. 1, 5 ola bilər. Sonra 3, 5 ola bilər. 3, 5 ola bilər. Sonra 1, 5, 1, 3. Məsələn, 3-ün özü ola bilər. 5-in özü ola bilər. Sonra 1, 3, 5 ola bilər. Sonra bizdə 3, 5, 1, 5 ola bilər. 1, 2, 3, 4, 5, 6, 7 dənə çoxluq. İndi 1, 3, 3, 5 yazmışam, 1, 3 yazmışam, 1, 5 yazmışam, 3, 5 yazmışam, 1, 3, 5 yazmışıq. 7 dənə. Bir dənə də çoxluğumuz, yadınızda saxlayın. Hər bir elementin boş çoxluq onun alt çoxluğu sayılır. Deməli, boş çoxluq alt çoxluğudur hər bir elementin. Yəni, hər bir çoxluğun daha doğrusu. Yadınızda saxlayın. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Amma 8 dənə olmalıydı. Haradasa 1, 3, 5 yazmışam. 1, 3, 1, 5 yazmışam. 3, 5 yazmışam. 3, 5 yazmışam. 1, 3, 1, 5, 3, 5, 1, 3, 5.
Niyə? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Hə, 8 dənə səhv sayırıq. Deməli, bax bu element çoxluqların hamısı bunun alt çoxluğudur. İndi uşaqlar, bax görürsünüzmü? Burada buna bərabər olan çoxluq da var. Deməli, hər hansı bir A-mız bərabərdirsə A-ya, tutaq ki, və yaxud da ki, buna bir B-yə bərabər çoxluq deyək. Əgər hər hansı A çoxluğumuz B-yə bərabərdirsə, onda A, B-nin alt çoxluğu sayılır. Yadımızda qalsın. Bir də borc çoxluq istənilən çoxluğun alt çoxluğudur. Sonra borc çoxluğu hər birisinin alt çoxluğudur. Bir də çoxluqların sayını tapanda, alt çoxluqlarımızın sayını tapanda düsturumuz var. Düsturumuz nədir? Burada 3 dənə element var, düzdürmü? Yazırıq 2 üstü n düsturu. N'imiz elementlərin sayını göstərir. 2 üstü 3 olacaq. O da olacaq 8 dənə. Deməli 8 dənə nəyimiz var? Alt çoxluğumuz var. Məsələn, deyək ki, bir elementimiz var ki, çoxluğumuz var ki, 1, 5, 7, 9. 4 dənə element var. Bunun alt çoxluqlarının sayı nə olacaq? Olacaq 2 üstü 4. Bu oldu bizdə. Bu da olacaq bizdə 16 dənə. Sonra çoxluqların kəsişməsi. Uşaqlar, çoxluqların kəsişməsi nə deməkdir? Gəlin götürək 2 dənə çoxluq. 1, 5, 7, 9 götürmüşəm. 1, 5, buna da B çoxluğu deyim. 1, 5, 8, 10. İndi burada hər ikisində olan çoxluq 1, 5. 1, 5 elementi hər ikisinə daxildir. Daxildirsə, onda A ilə B-nin kəsişməsi bizdə bərabər olacaq 1 ilə 5-ə. 1 ilə 5. Sonra bu bizdə oldu kəsişmə. İndi gəlin birləşməni də başlayalım. A ilə B-nin birləşməsi necədir? Birinci elementin hamısını yazırsan. Yazdın mı? Sonra ikincidə. Birincidə olanlar yazılmır, təkrar. Nə ki yazılmayıb, nə ki qalıb, onları da əlavə edirik. Bu da olacaq bizdə çoxluqların kəsişməsi. İndi uşaqlar, çoxluqların kəsişməsi ilə birləşməsini Euler-Venn diaqramında verim. Euler-Venn diaqramı bizdə odur ki, çoxluqların dairə formasında göstərilməsidir. İndi baxaq, ortada olan 1, 5, 1, 5'i yazıram bura. 1, 5'i yazacağım ortaya. A'da nələr qaldı? 7, 9'lar, düzdürmü? B'də nələr qaldı? 8, 10'lar, düzdür? Hə, 8, 10'lar. Bunlar olur bizdə çoxluqların Euler-Venn diaqram vasitəsilə göstərilməsi. İndi uşaqlar, bir də A'nın B'dən fərqi var. Bu simvol A'nın B'dən fərqidir. Hə, bərabərdir. Məsələn, A'nın B'dən fərqi o deməkdir ki, A'da A ilə B'də ortaq olan elementlərimiz var, düzdürmü? Yerdə qalanlar 7, 9. A'nın B'dən fərqidir. B'nin A'dan fərqi isə yalnız B'də olanlar 8 ilə 10. Bu da yalnız B'də olan elementlərimizdir. Bu da B'nin A'dan fərqi adlanır. Aydındır. A'nın B'dən fərqi, B'nin A'dan fərqini izah etdim. Kəsişmələrini izah etdim. Birləşmələrini izah etdim. İndi baxın. Bu Euler-Venn diaqramda görürsünüz. Bu hissə bizdə kəsişmədir. Bütöv olanda hamısı birləşmədir. İndi gəlin elementlərin orada bərabər çoxluqlarımız falan var. Onları da izah edim. Məsəl üçün deyək A elementi 1, 2'dir. Bir dənə də B'miz var. Bu da 1, 2'dir. Yəni A B'yə bərabərdir. Düzdürmü? A B'yə bərabərdir. Bunların birləşməsi, istər də kəsişməsi fərqi yoxdur. Bunlar hər ikisi elə özlərinə bərabərdir də A'ya bərabərdir. Yəni burada B'ni kitabda məsəl üçün belə yazıb, 2 dənə A yazıb, A'ya bərabərdir. Sonra deyək ki, A elementimiz 1, 2, 3, 4'dür. B elementimiz 1, 2, 3'dür. Yəni B A'nın alt çoxluğudur. Alt çoxluq olanda uşaqlar,
Baxın, burada görürsənmi? Buradakı elementin hamısı var burada. Deməli bizim kəsişməmiz A ilə B-nin kəsişməsi verəcək B. A ilə B-nin birləşməsi verəcək A. A-nın özü. A ilə B-nin kəsişməsi verir B-ni. A ilə B-nin birləşməsi verəcək A-na. Sonra. Məsəl üçün A ilə B-nin kəsişməsi, B ilə A-nın kəsişməsi fərqi yoxdur. Bu yer dəyişmə xassəsidir. Olar. A ilə istənilən borc çoxluğun kəsişməsi, axı borc çoxluqdur, yoxdur. Nə kəsişə bilər? Heç nə. A ilə borc çoxluğun birləşməsi isə uşaqlar olacaq A-mız. Sonra bu da yer dəyişmə xassəsinə aiddir. Burada da baxın, bu qaydadır. Bunu da zəhmət olmasa əzbərləyərsiniz. A, elə bil burada siz vurmanın o paylaması var idi. O paylamaya oxşuyur. A ilə A ilə B kəsişir, A ilə C kəsişir. Onlar da birləşir. Sonra birləşməni də izah etdim. Birincidə ilə ikincidə məsəl üçün burada 4, 4, 5, 5, 6, 6, 7, 7. Bunlar hər ikisində var. Birincinin hamısını götürürəm, sonra ikincidə bu xəttədiklərimi götürmürəm. Sonra birləşmə də bu formadadır. Alt çoxluğu da izah etdim. Burada A-B-nin birləşməsi bu bütöv rənglənməlidir. Burada nəsə çap səhvi düşüb. Sonra A ilə A-nın birləşməsi A-nı verir. A ilə borc çoxluğunun birləşməsi A-nı verir. A ilə B-nin birləşməsi A, B ilə A-nın birləşməsi A. A yox, əstəğfurullah. Bunlar bir-birinə bərabərdir. Bu da bayaqçı düsturdur. Bu da qruplaşdırma xassəsidir. Baxın uşaqlar, bu da bizdə o bayaq dediyim düsturun biridir. Çoxluqların da fərqini də burada vermişik. A-nın B-dən fərqi bu formada olur. Deyək ki, yalnız məsəl üçün A-da olanlar, A ilə B-də eyni olanlar 4, 5, 6, 7-ni çıxıram, 4, 5, 6, 7-ni çıxıram. Yalnız A-da olanlar A-nın B-dən fərqidir. Yalnız B-də olanlar, B-də qalanlar B-nin A-dan fərqidir. Burada da nümunələr göstərmişik. Əgər A, B-nin alt çoxluğu olarsa, A, B-nin alt çoxluğu olarsa, A-nın B-dən fərqi yoxdur. A, B-nin alt çoxluğudur, düzdürmü? Burada olan elementin hər biri burada da var. Bundan fərqi ola bilməz axı. B-nin A-dan fərqi ola bilər. B-nin A-dan fərqi bilirsiniz, B-nin A-dan fərqi bu kənardakı bu rənglənmiş hissədir. Məsələn, gəlin ona uyğun bir nümunə yazım sizə. Deyək ki, A-mız bizdə 1, 2, 3-dür, düzdürmü? B-miz də bizdə 1, 2, 3, 4. Bax, görürsünüz, burada A, B-nin alt çoxluğudur. İndi A-nın B-dən fərqi borc çoxluğudur. B-nin A-dan fərqi bu, bircə dənə 4-dür. İndi, bax, B-nin A-dan fərqinə biz həm də deyirik, B-nin A-dan fərqinə deyirik, məsəl üçün, B-nin A-dan fərqinə bu. A-nın B-yə tamamlanmasıdır. A-nı B-yə tamamla. Yəni, tamamlayıcı deyirik də. Yəni, burada 4 elementini A-ya yazsaq, elə bil A, B-yə tamamlanacaq. Başa düşdünüz? O formadadır. Bunlar da belə. Bunlar da belə. A-nın B-dən fərqi borc çoxluqdur. A ilə borc çoxluğun fərqi A-dır. A-nın B-dən fərqi ilə B-nin A-dan fərqi bunlar fərqli şeylərdir. Görürsünüz, burada birində borc çoxluğu alındı, birində 4 alındı. Sonra uşaqlar, düsturlarımız var. Gəlin düsturların da izahını verim ki, sizə çətin olmasın. Baxın uşaqlar, düsturumuz belədir. Burada yazılıb da, bir də köçürtməyim. Bax, A, B-nin birləşməsinin sayı bərabərdir. N A-nın B-dən fərqi, N A ilə B-nin kəsişməsi üstə gəlsin, N B-nin A-dan fərqi. Baxın, bu bizdə eləyir Venn diaqramı, düzdürmü? İndi bax, buranı rəngləsəm. Bura nədir?
B-nin A-dan fərqi deyilmi? Bura bizdə nədir? Kəsişmə. Burada bizdə bu B olsun, bu A olsun. B-nin A-dan fərqi, kəsişmə, A-nın B-dən fərqi. Görürsüz? Bax, üçünü toplayanda bütöv rənglənmiş olur da. Onda bütöv rənglənmiş olanda birləşməni verəcək də bizdə. Sonra bax, A ilə B-ni toplayanda elə bir 2 dəfə kəsişməsini toplayırsan. Ona görə bir dənə kəsişməni çıxırsan. Deməli, birləşmə bizdə bərabərdir. A üstəgəl B çıxılsın kəsişmə. Düsturlar da əzbərləməlisən bunları. A bizdə bərabərdir nəyə uşaqlar? A-nın B-dən fərqinin üstə kəsişmə görsən. B nədir? B-nin A-dan fərqinin üstə kəsişmə görsən. A çoxluğu kəsişmir B ilə. Məsələn, bax görsən burada A B ilə kəsişmir. Burada A ilə B-nin birləşməsi A ilə B-nin cəminə bərabərdir. Sonra simvollarda baxaq. Bayaq bu daxil idi, daxil deyil. Boş çoxluq elementinin sayı A-B-yə bərabərdir. Alt çoxluq, kəsişmə, birləşmə, fərq. Bunlar da bu qədər. Gəlin indi uşaqlar, biraz testlərdən də izah edeyim sizə. 9 illikdəndir. İzahı 9 illikdən eləyəcəm. 11-ci siniflərimə də qalanını kitabdan dərsdə eləyərəm bizə. Məsəl üçün, birinci sualımız bizdə nədir? Deyir ki, rənglənmiş hissəni görsət. Uşaqlar, rənglənmiş hissəni görsət deyəndə ağızda qalsın. Birinci həmçə rənglənən hissə gəlir. Bax, burada nə rənglənib? B. Yazırsan B. Rənglənməyən nədir? A. A-nı da yazdın. Aralarına da fərq qoyursan. B-nin A-dan fərqi, burada da bu olacaq. İndi bizdə Euler-Venn diaqramına görə A-nın B-dən fərqini tap. Bax, A-nın B-dən fərqi buradır. Yalnız A-ya aid olmalı. Bax, bura hər ikisinə aiddir. Bura yalnız B-yə aiddir, burada yalnız A-ya. Sonra canım sizə desin. Deyir, A ilə B-in birləşməsini tap. A ilə B-in birləşməsi bunun hamısı olacaq. Sonra deyir, C ilə kəsişdir. Baxaq, 2 var, 2 var. 3 var, var. 5 var, var. 7 var, yoxdur. 8 var, yoxdur. Deməli, 2, 3, 5. 2, 3, 5. Bu variant olacaq. Buna bərabər çoxluğu görsət. Bərabər çoxluq, bax, 24, 78. 78 yoxdur, olmaz. 70 təkdə olmaz. 42, burada yoxdur, olmaz. Sonra 70, 84, 24. 70, 84 deyil, bu 48'dir. Bu da olmaz. 48, 70, 24. Cavabımız olacaq bu. 48, o. Aydındır. Hə. Sonra bizdə çoxluğunun neçəsi 9-a bölünür? Bunlar asandır. Birləşməmiz asandır. Birləşməsindən alınan çoxluğu tapın. Bunları da öz yazarsınız. Sonra bizdə gəlin baxaq buradan biraz çətin sual. A 7-dir, B 4-dür. Kəsişmənin ən çoxluğunu tap. Deməli necə eləyərik uşaqlar? Baxın, yadınızda saxlayın. A ilə A-mız neçə dənədir? 7 dənədir. Düzdürmü? B-miz neçə dənədir? 4 dənə. İndi uşaqlar, A ilə B-nin kəsişməsi. Ay uşaqlar, kəsişmə bizdə nə deməkdir? Eyni olan. Bax, bu ikisində bir dənə element eyni ola bilər. 2 dənə də eyni ola bilər. Məsələn, bunda da 2 dənə, bunda da 2 dənə element eyni ola bilər. 3 dənə də 4 dənədir. Bunun 4-ü də buna uyğun gələ bilər. Onda nə olur? B-nin alt çoxluğu olmuş olacaq da. Amma indi diqqətlə baxsaq, görürük ki, A, B-nin B-də məsəl üçün desəm ki, bununla bunun kəsişməsi 5 olsun, mümkün deyil. Niyə mümkün deyil? Çünki burada 5 dənə element yoxdur axı. Maksimum 4 ola bilər, minimum 1 dənə ola bilər. Say olaraq. Hətta 0 da ola bilər, heç olmaya da bilər. Olmasa bu elementlərdə kəsişməsi boş çoxluğu olur da.
Belə deyək. İndi bizdən nə soruşur? Ən çox neçə dənə ola bilər deyənə 4 dənə varsa 4 dənə. Birləşmədə necədir? Birləşdirəndə də sən A ilə B-nin birləşdirib sayını tapırsan, düzdürmü? Məsələn, deyək ki, heç biri uyğun gəlmir. Onda maksimum 11 dənə olacaq. Desəm yox, biri uyğun gəlir, onda 10 dənə olacaq birləşmə. İkisi uyğun gəlsə 9 dənə, üçü uyğun gəlsə 8 dənə, 4'ü uyğun gəlsə, olacaq 7 dənə. Elə bil o 7 dənə olanda B-A'mızın alt çoxluğu olur. Onda gəlin belə bir şərt yazaq. Deməli, kəsişməmiz ən çox ola bilər. Burada elementin ən azı hansı idi? 4 dənə. Ən az da ola bilər 0 dənə. Kəsişmə 0 dənə də ola bilər. Yəni 0 dənə ola bilər o deməkdir ki, yəni bunlar kəsişmir. Başa düşdünüzmü? Sonra birləşməmiz ola bilər. Birləşməmiz ən kiçik ola bilər böyük qədər, 7 qədər. Ən kiçik 7 dənə ola bilər və ən böyük bunların cəmi qədər 11 dənə ola bilər. A ilə B-nin cəmi qədər olacaq. Bunlar da belə, bunlar da özünüz yazarsınız. Rənglilərdə nə edirdik? Rəngli hissəyə baxırıq. Bu rəngli hissə A ilə B-nin kəsişməsidir. A ilə B-nin kəsişməsi. Aha. Bu rəngli hissədə B ilə C-nin kəsişməsi. Burada kəsişmə. Bunların da birləşməsini götürürük. Oldu. Əla. Bunu böyle götürək. Sonra gəlin 54-cü suala baxaq uşaqlar. 54-cü sualımızda bizdə deyir ki, şəkil üzərindən də işləyə bilərsən. Bax, bu A o deməkdir ki, bu buradakı bütün elementlər. B o deməkdir ki, bu buradakı bütün elementlər. C o deməkdir ki, yalnız bu elementlər. İndi baxın, deyirəm ki, A-nın C-dən fərqi. A-nın, bax, C-ni rəngliyim qoy. Bax, gördün, A-da nə element qaldı? 2 qaldı, C qaldı, K qaldı. Yazıram 2, C, K. Bunu tapdıq. Sonra C-nın B-dan nə elementimiz var? K var, D var, Y var. Düzdür? Sonra deyir bunları birləşdir. 2, C, K, D, Y. 4 dənə element olacaq. Sonra bizdə nələrdir? Bax, uşaqlar, bunlar bu tip sualları tapanda deyirəm A-dır, düzdürmü? -3-dən 18-ə qədər. Bax, iştiraklədim bunu belə. Sonra -5-dən. Gəlin bunu da buradan çəkim, görsədim. -5 biraz solda olacaq. -5-dən 13-ə qədər. Özdə 13-ün özdə daxil deyil, amma -5 daxildir. -3 də daxildir, 18 də daxildir. İndi bizə deyir ki, kəsişmə. Baxın, bunu da belə iştiraklədim. Görürsünüz, kəsişmə bu aralıq olacaq. -3-dən 13-ə qədər. 13 amma daxil deyil. 13 daxil deyilsə 12-ni daxil götürə bilərik. Amma -3 daxildir ha. -3-dən 13-ə qədər. Uşaqlar, burada nəsə? Yox. Nə deyir? Deyir, aşağıdakılardan hansı bu kəsişmənin alt çoxluğudur? Bizim kəsişməmiz nədir? -3-dən daxildir 13-ə qədər. 13-ə qədər. Bunun alt çoxluğu sayılır. Bəli, bunu yaza bilərik. 17 yoxdur burada. -5 götürə bilmərik. 13 daxil deyil. -5 daxil deyil. Cavab olacaq D variantı. Sonra deyir birləşmə. Birləşməmiz necə olurdu? Birləşməmiz, bayaq dedim ha. Deməli, birləşməmiz A ilə B-nin cəmindən kiçik olur. Birləşməmiz. Və kiçikdən də daha böyük. Böyükdən də daha çox olur da, belə deyək. B-dən də daha çoxdur. B-nin özü də ola bilər. Amma bizə deyir ki, kəsişməmiz boş çoxluq deyil. O deməkdir ki, kəsişmədə ən az bir dənə element var. Bir dənə element varsa, deməli, gəlin yazaq da, kəsişməmizdə bir dənə element var. Kəsişmə əgər boş çoxluq olsaydı, onda ən çox 10 dənə olardı.
Bizdə bir dənə element varsa, ondan bir dənəsini çıxacam, 9 dənə qalacaq. Sonra bu faiz tip suallar uşaqlar asandır. Bunları toplayırsınız. Toplayanda 150 elədir, düzdürmü? 150 bizdə bütöv gəlin onu bir dənə qoy buradan. Qəşəng izah edeyim. Deyək ki, baxın, o bizim bayaq düstur var idi. A ilə B-nin cəmindən AB yox, ENA. ENA ilə MB-nin cəmindən kəsişməni, ENA ilə B-nin kəsişməsini çıxıram. Bu bizdə A ilə B-nin birləşməsidir. ENA ilə B-nin birləşməsi. İndi bax, bu 70%dir. Bu 80%dir. Bu bizdə kəsişmə bilmirik. Birləşməmiz də 100%dir. 150-dən onda 50 olmalıdır. Kəsişməmiz 50%dir. İndi deyir ki, hər iki dili bilən kəsişmə yəni 50%dir. Uşaqlar, bu ştrixlənmiş isə yalnız C-ə aid olmalıdır. A ilə B-də heç bir element götürmür. Deyir, B çoxluğu 4 ilə 100 arasında yerləşən 6-ya bölünən. 6-ya bölünən, bu 6-ya bölünür, 6-ya bölünür, 6-ya bölünür. Götürmürük. Sonra A çoxluğu 10 ilə 110 arasında 4-ə bölünən. Burada da bu 4-ə bölünür. Bunu da götürmürük. Yerdə bir dənə B qaldı. Baxın, düsturumuz var idi. A ilə B-nin birləşməsi bərabərdir. A-nın B-dən fərqi, üstəgəl bu, üstəgəl bu. Düstur. N A-nın birləşməsi bərabərdir. N A-nın B-dən fərqi, üstəgəl N B-nin A-dan fərqi, üstəgəl N A ilə B-nin kəsişməsi. N A ilə B-nin kəsişməsi. Aydındır uşaqlar. Deyəsiz müəllim çətinləri saxladı, asanları izah elədi. Yəni sizə biraz çətinlərdən də yazım da. 68 bu asandır. Bunları özünüz yazarsınız. Uşaqlar, bu şərt o deməkdir ki, A B-nin alçoxluğudur. B də C-nin alçoxluğudur. Burada belə bir şərt əmələ gəlir ki, həm də A C-nin alçoxluğu sayılır. Yadınızda saxlayın. A-da olan elementin hamısı B-də də var. Deməli, A 25 dənə elementdir, B-də 80 dənə, düzdürmü? 25, 80, bu da 150 dənə. İndi bax, bunun bütün elementi buna aiddir. A ilə B-nin kəsişməsi, A ilə B-nin kəsişməsi. Biz demişdik axı, A B-nin alçoxluğudursa, əgər A ilə B-nin kəsişməsi bizdə elə A verəcək. Deməli, A-mızda neçə element var? 25 dənə. B ilə C-nin birləşməsi də, 150 dənə element burada var. Bunları da topla çıxsın, geçsin. 72 tip suallar biraz çaşdırıcıdır. Uşaqları çaşdırır. Baxaq, 72-də əslində bütün çoxluq məsələlərinin bütün deməyək, çox hissəsini Euler-Venn diaqramından asanlıqla yazmaq mümkündür. A-nın B-dən fərqi, A, B. A-nın B-dən fərqi uşaqlar 10 dənədir. Kəsişmə 2 dənədir. Deməli, A-da 12 dənə element var. A 12-dir. 12-yi 3-ə böləcəm 4. B-də 4 dənə element var. İkisi buradadır, onda ikisi də burada olmalıdır da. İndi birləşməni soruşur. Hamısını topla çıxsın, geçsin. Kəsişmənin ən böyük bayaq onu buna uyğun izah etdim. Bayaq o kəsişməyə aid faizlə izah etdim. Bununla bunu toplayırsan 110, 110-dan 100 çıxırsan 10%. Deməli 12 tələbə, yox, bunu belə yazaq. Euler-Venn-dən yazaq. Deməli 70 ilə 40-ı topladım 110, 110-dan 100 çıxdım 10%. 10% buradır. 70-dən 10% çıxanda 60% buradır, 40-dan da 10% çıxanda 30% buradır. Gördünüzmü? İndi sənə nə deyir? 12 tələbə yalnız ingilis dilini bilir. İngilis dilini bilən buradır. İngilisi bilən buradır. Yaz, 60% 12-dir. Yalnız rusu bilən 30% nə qədər? Görürsünüz, 60% 12-dirsə, 30% onda 6 nəfər olur da, yarı-yarı. Uşaqlar, 81-i də sizə izah edeyim. Daha sizin bu xoş xətirinizə görə. Bütün şagirdlərin 48% idman növlərinin hər ikisi ilə
hə, növlərindən yalnız ikisi 5, bu. Yazıram. 11 üstə gəlinsin, x üstə gəlinsin 2. O da olacaq, x üstə gəlinsin 13. Deməli, yalnız ikisindən bax bu qədər şagird məşğul olur. Bu da bütünün 48%-idir. Yazıram, bərabər. Bütünü tapaq görək. X bir dənə də buradadır. 2 dənə x-ım var. Üstə gəl. 1, 5, 6, 12, 15, 19, 26, 28. Böl 28. Böl, vur 48. Böl 100. Burada bunlar da 4'e ixtisar getdi. 12 qaldı. 4'e ixtisar getdi 25. 25 də vuranda 25x üstə gəlsin. 13'ü vur 25'ə bərabərdir. 12'ni vuranda 24x üstə gəlsin. 28 vursun 12. Burada 25'dən 24 çıxanda 1x edir. Bunu sol tərəfə, sağ tərəfə atıram. 12'ləri mötərizə xaricində çıxarsam 28'dən də 25 çıxanda 3 eləyir. 12 vurulsun 3. O da 36. Deməli x 36'dır. İndi qalanını da siz taparsınız. O əlavə şərt də verib. Ona uyğun. Oldu uşaqlar. Dərsimiz bu qədər. Çoxluq bölməsinə aid kimin nə sual olsa yorumda yazar. Əlavə izah verərəm.